çox vacib bir hissəyə baxırıq bu dəqiqə. Deməli, sizə xəritə versə və A-dan B-yə, nə bilim, və yaxud deyəcək ki, Mingəçevir su anbarından Böyük Qafqaz dağlarına və yaxud da Mingəçevir su anbarından Camış dağa doğru deməli, landşaft və torpaqlarını düz və yaxud da landşaftı düz deyə bilər, torpaq tiplərini düz deyə bilər. Deməli, siz nə edirsiniz? Deyirsiniz ki, əgər bu, məsələn, birdən başlayaq. Görürsən, Mingəçevirdən başlayıb, Mingəçevirin yanından. Bu nədir? Yarım səhradır da, kürçəyəcliyi. Yarım səhradan başladım, torpağı nədir? Boz çəmən. Qalxdım, biraz yuxarı oldu, nə? Quru çöl. Gəncə Qazaq Düzaxı demişdik, quru çöldür. Quru çölün torpağı nədir? Açıq şabaldır. Biraz da yuxarı çıxdım, gəldiyimdə dağ çöl. Ora nədir? Tünd şabalıdır. Daha sonra gəlir meşələr. Və meşələrdə aşağıda qəhvə, yuxarıda qonur torpaqlardır. Daha sonra meşənin üstündə var dağ çəmən. Dağ çəmən də torpağı ibtidai, torflu, çimli dağ çəmən torpaqlarıdır. Yuxarıda isə subnivalla bitəcək. Görürsünüz, burada nival demədik. Nival 3900-dən yuxarı bir yer yoxdur ki, ora nival olsun. Bu bir gəlib çıxır Murov dağa. Onun da ən yüksək zirvəsi Camışdır. O da 3724 metrdir. Daha sonra isə məsələn burada 2-yə baxın. 2 hardan gedib? Bu da Mingəçevirdə, amma Acnohur düzündəndir. Biz demişdik Ceyrançöl, Acnohur dağ çöl idi və dağ çöldə tünd şabaldıdır. Deməli, indi 2-yə baxırıq. Deməli, başladım mən Acnohurdan. Acnohur nə idi? Dağ çöl və tünd şabalı torpaqlar. Sonra gəlir axı bura Qanı Xəritçay düzənliyidir. Qanı Xəritçayda da bilirəm ki, düzənlikdə meşə var. Aha, düzənlikdə meşə qeyd eləmişdik ki, alüvial çəmən torpaqlar götürürük. Daha sonra düzən meşədən sonra qalxıram yuxarı gəlir dağ meşə. Dağ meşənin torpağı bilirəm qəhvəyi və qonurdur. Daha sonra isə gəlir dağ çəmən. Dağ çəmən artıq ibtidai torflu üzrlü sayın çimli dağ çəmən torpaqlarıdır. Daha sonra isə yuxarıda subnival qayalıq və nival buzlaq landşaftları yayılıb. Daha sonra baxırıq 3-ə. 3 görürsüz başlayıb hardan? Samur dəvəçidən. Bilirəm ki, burada düzənlikdə meşə var. Düzənlikdə meşə varsa, deməli alüvial çəmən torpaqları ilə başlaya bilərəm. Baxın 3. Başladım düzən meşə alüvial çəmənlə. Sonra indi çıxıram axı yuxarıya. Nə gələcək? Çöl təbii zonası. Yəni normalda olsa zaten belə idi də, çöl, sonra gəlməli deməli. Burada biraz yuxarı olduğuna görə artıq birbaşa elə bil dağ çölə tərəf qalxmış olursan. Çölün torpağı şabalıdır. Sonra biraz yuxarı qalxdım. Dağ meşə, qəhvəyi və qonur torpaqlar, dağ çəmən, yenə ibtidai torflu çimli və subnival nival. Ümumiyyətlə subnival nivalla bitirirsiniz. Daha sonra baxıram məsələn 4-ə. 4 görürəm Sarısu gölündən verib Qarabağ vulkanik yaylasına. Bunu xəritə verməyə də bilər. Sizə deyər ki, Sarısu gölündən Qarabağ vulkanik yaylasına doğru hansı landşaft və torpaq tipləri bir-birini əvəz eləyir. Deyirsən ki, Sarısu gölü, bura onsuz da bilirdim nə idi? Yarım səhradır da, boz-boz qonur, boz çəmən, düzdürmü? Yəni gölün yanında olsun boz çəmən. Baxaq indi bura. 4 anı. Bəli, görürsən bu boz çəməndən başladı. Başladıq boz çəməndən, yarım səhra, boz çəmən. Sonra bura gəldim, Qarabağ düzü nə idi? Quru çöl. Quru çöl nədir? Açıq şabaldı. Biraz yuxarı çıxdım. Oldu nə? Dağ çöl, tünd şabaldı və artıq dağın orta dağlıqdayım. Dağ meşə, qəhvəyi və qonur torpaqlardır və çıxdım daha yuxarıya. Dağ çəmən, ibtidai torflu çimli torpaqlar. Ən yuxarıda isə subnivalla qutardım. Kiçik Qafqaza qalxırsınızsa subnivalla bitirin. Sonra baxıram Naxçıvana, maraqlı bir yerdir. Çünki Naxçıvanda meşə yoxdur. Naxçıvanda meşə var deyən bilirsiniz də nə demişik. Sonra deməli başlayırıq 5-dən yuxarı gedirəm. Aha, başlayıram təbii ki, yarım səhra, boz çəmən torpağından, çay sahilidir. Sonra çıxıram quru çöl, açıq şabaldı, dağ çöl, tünd şabaldı. Normalda nə olmalıdır bundan sonra? Dağ meşə. Amma onun yerində nə var? Dağ küsürfü çoluqlar. Dağ küsürfü çoluqlar var. Sonra gəlir dağ çəmən, bozqır, ibtidai çimli torflu torpaqlar, sonra subnival qayalıq və üzr istəyirəm. Deməli, burada gəlib çıxdım Zəngəzura. O da 3904 metrdir. O 400 metrliyə görə nival, buzlaq burada var. Sonra keçirəm Lənkərana. Lənkəranda necədir? Lənkəranda başlayıram deməli düzən meşə ilə təbii ki.
Düzən meşə, yenə də torpağı alluvial çəməndir. Sonra gəldim biraz alçaq orta dağlıq, dağ meşədir. Sarı, daha doğrusu alçaq dağlıq əsas. Burada sarı torpaqlardır və rütubətli subtropik meyvəçiliyi, ümumiyyətlə sitrus meyvəçiliyi burada inkişaf eləyib. Sonra çıxıram dağ çölə. Normalda nətər olmalı idi? Birinci dağ çöl, sonra dağ meşə olmalı idi. Meşə olmalı. Amma burada nətərdir? Görsən, birinci dağ meşə, sonra dağ çöldür. Ondan sonra burada inversiya var yəni. Dağ çöl, qəhvəyi torpaqlar, sonra dağ sırf çoluqlarla bitir.